Salam, hər vaxtınız xeyir olsun, dəyərli dost TV izləyiciləri. Böyük qayıdış məşğulluqdan məskunlaşmaya verilişinin növbəti buraxılışında xoş gördük hər birinizi. Gerdə qoyduğumuz ayda böyük qayıdış xəbərləri ilə zəngin oldu. Heç şübhəsiz ki, bununla bağlı ən mühüm hadisələr dövlət başçısının işğaldan azad olunmuş ərazilərə növbəti səfərləri idi. Prezident İlham Əliyevin bu səfərlərinin tarixinə nəzər saldıqda bir daha görürük ki, böyük qayıdış dövlətimizin dəyişməz prioritetidir. Prezidentin əlamətdar günləri məhz işğaldan azad olmuş ərazilərdə və keçmiş məcburi köçkünlərlə birgə qeyd etməsi artıq ənənəyə çevrilib. 28 may müstəqillik günündə dövlət başçısının iki qardaş ölkə, Türkiyə və Pakistanın liderləri ilə Laçında görüşməsi isə tarixi bir hadisə idi. Azərbaycan öz müzəffər liderinin öndərliyində tarixinin növbəti qızıl səhifələrini yazır. Bu tarix bir zamanlar düşmən təbdağında olan, İndi isə ölkəmizin siyasi, iqtisadi gücünün nümayiş olunduğu bir məkana çevrilən ərazilərdə yazılır. Bütün azad edilmiş torpaqlarda bərpa işləri gedir, quruculuq işləri gedir, böyük infrastruktur layihələri icra edilir, xəstəxanalar, məktəblər, 3 hava limanı, dəmir yolları, avtomobil yolları, 70 kilometrə yaxın təkcə tunel inşaatı sürətlə gedir və bugün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəmizdə 43 min insan yaşayır və çalışır. Həyat bu bölgəyə qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri Azərbaycanın hərbi, siyasi və iqtisadi gücünün təntənəsidir. Dövlət başçısının da dediyi kimi, Azərbaycanın müstəqillik gününü Türkiyə Prezidenti və Pakistanın baş nazirinin bizimlə bərabər qeyd etməsi və nümayiş olunan həmrəylik dünya miqyasında yeni reallıqlar yaradır. Azad edilmiş Laçından 3 ölkənin bugün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq. Bu bir daha göstərir ki, həmin torpaqlara oranın əsl sahibləri qayıdıb. Təbii ki, Prezidentin işğaldan azad olunmuş ərazilərə bu səfəri də bir çox tarixi hadisələr, açılış mərasimləri ilə yadda qaldı. Bu açılışlar yeni köçlər, yeni iş yerləri və dayanıqlı məskunlaşma deməkdir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı edilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 km, Şuşadan 70 km, Kəlbəcərdən isə 60 km məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Dövlət başçısı hər səfərində olduğu kimi bu dəfə də öz yurdlarına qayıdan sakinlərə xüsusi diqqət ayırıb. Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərinin açarlarını təqdim edib. Gözəl bir mərasimə başlayaq, bayram ərəfəsində. Bizim üçün iqtidarlar. Təbrik edirəm. Allah canını sağ eləsin. Sağ olun. Çok sağ olun. Təbrik edirəm. Cənab Prezident, böyük iş görmüşsünüz, hələ çox görəcək işlərimiz var. Allah nailiyyətlərinizi bol eləsin, qələbələrinizi bol eləsin. Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə, 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Prezident Laçın şəhərində isə daha əvvəl köçən sakinlərlə görüşüb, söhbət edib. Səfər çərçivəsində həm də bir sıra infrastruktur, istehsal və xidmət obyektlərinin açılışı olub. Prezident Laçın rayonunun Zerti kəndində Laçın İstirahət kompleksinin açılışında iştirak edib. Laçın İstirahət kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı otel binasından 8 kotecdən ibarət olmaqla ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.
Laçın Aqrosənaye Parkında işə başlayan müəssisələrdən biri də Pirşağı Ayaqqabı Fabrikinin Laçın filialıdır. Müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Açılışı edilən Latifa Laçın tikiş fabriki də Laçın Aqrosənaye Parkında fəaliyyət göstərəcək. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2000 ədəd tekstil məhsulu istehsal olunacaq. Bura ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir. Prezident səfər çərçivəsində Laçın kanat yolunun təməlini qoyub. Laçın kanat yolu şəhərin bulvar ərazisində yerləşəcək və 2 hissədən ibarət olacaq. Dövlət başçısı həmçinin Laçın elektrik şəbəkəsi rəqəmsal idarəetmə mərkəzinin Aşağı Malıbəy və Mirik su elektrik stansiyalarının açılışında iştirak edib. May ayında Azərbaycan xalqı üçün digər bir əlamətdar gün ümummilli lider Heydər Əliyevin doğum günüdür. Heç şübhəsiz ki, 10 may tarixi Prezident İlham Əliyev üçün daha böyük mənanı ifadə edir. Ulu öndərin doğum gününü işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərlə birgə qeyd etmək, ata vəsiyyətinin yerinə yetirilməsinin qürurunu və sevincini məhz həmin insanlarla bölüşməkdir. 10 may təbii mənim üçün Azərbaycan xalqı üçün əziz bir gündür və məhz o gün mən hesab etdim ki, mən burada olmalıyım. 10 mayda biz bu mərasimi keçirməliyik. Həm Kəngərli kəndinin açılışını, həm Muğam mərkəzini, başqa gündə ola bilərdi. Ancaq siz də tamamilə haqlısınız. Bütün bizim bu günü görməyənlərin, Ulu Öndər Heydər Əliyev başda olmaqla ruhları dolaşır bugün. Bax, bu dağlarda, bu səmada onların ruhlarını şad elədik. Allah şəhidlərimizə rəhmət eləsin. Prezident İlham Əliyevin Ağdamın Kəngərli kəndinin sakinləri ilə görüşündə səsləndirdiyi bu fikirlər onu göstərir ki, böyük qayıdış sosial, iqtisadi məsələ olduğu qədər həm də mənəvi bir borcdur. Bu dövləti qurub bizə bəxş eləyən ulu öndərimiz, bu torpaqlar uğrunda canından keçən şəhidlərimiz qarşısında bir borcdur. Həmin ərazilərin yenidən canlanması, çiçəklənməsi, inkişaf eləməsi dövlətin və xalqın missiyasıdır. Prezident İlham Əliyevin regiona növbəti səfəri yeni açılış və təməl qoyma mərasimləri ilə zəngin oldu. Dövlət başçısı Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Birinci mərhələ üzrə bura 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Kəngərliyə xoş gəldiniz. Bugünün qəhrəmanı. Siz xoş gəlmisiniz. Sizi təbrik edirəm. Kəngərliyə həyat qayıdır. Kəngərli sakinləri artıq qayıdır. Böyük xoşbəxtlikdir. Tarixi hadisədir. Uzun fasilədən sonra doğma, dədə, baba torpağında yaşamaq əlbəttə ki, böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi təbrik edirəm. Siz uzun illər ağır şəraitdə yaşamısınız. Ölkəmizin müxtəlif yerlərində, yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, çadır şəhərciklərində müəyyən müddət. Bugün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bugün də belədir. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb. İqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənd daxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati bina, klub icma mərkəzi, Kəngərli kənd tam orta məktəbi, Kəngərli kənd körpələr evi uşaq bağçasında yaradılan şəraitlə tanış olub. İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun bərpası da diqqət mərkəzindədir. Prezident İlham Əliyev Ağdam dəmir yolu və avtovağzal kompleksinin açılışında da iştirak edib.
Burada Bərdə-Ağdam dəmiryolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri də açılış və təməl qoyma mərasimləri ilə yadda qalıb. Belə ki, Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı olub. Dövlət başçısına və birinci xanıma Daşaltı kəndinin yenidən qurulması layihəsi çərçivəsində görüləcək işlər barədə məlumat verilib. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli otel binası, kotejlər, ticarət və ictimai obyektlər, o cümlədən informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Səfər çərçivəsində Şuşa Müalicə Sağlamlıq Mərkəzinin də açılışı olub. 6 korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək 4-cü yaşayış kompleksinin təməl qoyma mərasimində də iştirak ediblər. Layihə çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Prezident İlham Əliyev həmçinin Qoçət Kəndli Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak edib. Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 iş yeri yaradılıb. Gələcəkdə süd istehsalı müəssisəsinin də işə salınmasından sonra işğaldan azad edilmiş ərazilərdə şirkət tərəfindən yaradılan iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur. Ötən ay həm də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı əlaqələndirmə qərargahının növbəti iclası keçirildi. Ağdam şəhərində başlayan iclasda azad olunmuş ərazilərimizin bərpası və yerindən qurulması istiqamətində görülən və görüləcək işlər ətrafında müzakirələr aparıldı. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı əlaqələndirmə qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə qərargahın növbəti iclası Ağdam şəhərində keçirilib. İclasda çıxış eləyən Samir Nuriyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində geniş miqyaslı işlərin davam etdirildiyini bildirib. 5 il ərzində dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını eləyib. Bildirilib ki, Böyük Qayıdış proqramının uğurlu icrası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm işlər görülür. İşğaldan azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir. İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, dayanıqlı məskunlaşmaya nail olmaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli əsas hədəflərdən biridir. Bu məqsədlə kənd təsərrüfatı sahəsində fəaliyyətin genişləndirilməsi, biznes mühitinin stimullaşdırılması və iqtisadi fəallığın təşviqi istiqamətlərində zəruri tədbirlər görülür. Qərargah rəhbəri işğaldan azad edilmiş ərazilərdə şəhər-kənd inteqrasiyasının gücləndirilməsi və regionların digər ərazilərlə dayanıqlı əlaqəsinin təmin olunması məqsədi ilə nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Daha sonra iclasın gündəliyinə uyğun olaraq əlaqələndirmə qərargahının idarələr arası mərkəzinin fəaliyyəti, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair 1-ci dövlət proqramının icrası istiqamətində, habelə proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, nəqliyyat infrastrukturunun yaradılması, sərnişin daşınma və rabitə xidmətlərinin təşkili, ərazilərdə şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması və bərpası sahələrində görülən işlər barədə məruzələr dinlənilib. Səfər çərçivəsində Ağdam şəhəri ərazisində bir sıra obyektlərə, o cümlədən Ağdam dəmir yolu və avtovağzal kompleksinə, Ağdam muğam mərkəzinə və Ağdam imarət kompleksinə baxış keçirilib. Daha sonra Ağdam Cümə məscidi ziyarət edilib. Sonda isə qərargahın nümayəndələri Ağdam Sənaye Parkında olublar.
Dəyərli izləyicilər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin fəaliyyətində də böyük qayıdış məsələləri prioritet təşkil edir. Elə bugün studiyamızda qonağımızla məhz bu məsələləri müzakirə edəcəyik. Qonağımız isə Dövlət Məşğulluq Agentliyinin Məşğulluq Tədbirləri Departamentinin müdiri Pərviz Bənnalıdır. Pərviz müəllim, xoş gəlmisiniz. Xoş gördük Vamik müəllim. Pərviz müəllim, elə ondan başlayaq ki, işğaldan azad olunmuş ərazilərdə görülən məşğulluq tədbirləri nədən ibarətdir? Bir ümumi tamaşaçılarımıza məlumat veririk. Təşəkkür edirəm belə aktual mövzunu gündəmə gətirdiyinizə görə. Bildiyimiz kimi Dövlət Məşğulluq Agentliyi olaraq işğaldan azad olunmuş ərazi istiqaməti üzrə bir sıra aktiv məşğulluq tədbirləri həyata keçiririk. Bu aktiv məşğulluq tədbirlərinə baxdıqda artıq burada işə düzəltmədir, peşədir, özünü məşğulluqdur, haqqı ödənilən ictimai işlər üzərinə cəlbdir, vakansiya bankı üzrə, kvota üzrə əlavə iş yeridir. Yəni bu istiqamətlər üzrə Dövlət Məşğulluq Agentliyi böyük qayıdış çərçivəsində şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır. Rəqəmlərə baxdıqda isə biz artıq 4500 nəfər böyük qayıdış çərçivəsində köçürmüş şəxslərin məşğulluğunu təmin etmişik. Bunların tərkib hissəsinə baxdıqda isə 3200 nəfərə yaxın şəxsin işlə təmin olunması həyata keçirilmişdir. 300 nəfərə yaxın şəxsin özünə məşğulluğa cəlbi həyata keçirilmişdir. 200 nəfərdən çox şəxsin peşə hazırlığı istiqaməti üzrə işlər həyata keçirilib, işə düzəldilmişdir. Artıq 700 nəfərə yaxın şəxs isə fərdi qaydada məşğulluğu təmin olunmuşdur. 100 nəfərə yaxın şəxsin isə haqqı ödənilən ictimai işlər üzrə işlə təmin olunmuşdur. Bu qədər rəqəmlərimiz bu istiqamət üzrədir və bildiyimiz kimi günbəgün də böyük qayıdış həyata keçirdikcə bu şəxslərin məşğulluğu istiqamətlərində təminatı daha yüksəldilir. Yəni təbii olaraq bu dinamik bir prosesdir. Mütəmadi olaraq öz yurtlarına qayıdan vətəndaşlarımızın sayı artır və eyni belə deyək balansda bu məşğulluq tədbirləri də rəqəmlərində özünü ifadə edir. Pərviz müəllim, qısa olaraq məlumat verdiniz siz özünü məşğulluq proqramından bağlı. Ümumiyyətlə özünü məşğulluq proqramının həmin əhalinin məşğulluğunun təmin olunmasında çəkisi nədən ibarətdir? Ümumiyyətlə özünü məşğulluq proqramı adından bəlli olduğu kimi şəxslərin məşğulluğunun təmin olunması istiqamətində xüsusi çəkiyə malikdir. Belə ki, qeyd edim ki, şəxslərin məşğulluğunun təmin olunması bir sıra məqamlarda təşviq meyarı yaradır. Şəxsin özü məşğulluğu təmin olunur, şəxs bir qədər inkişaf etdikcə kiçik orta sahibkarlığa çevrilə bilir, işə götürənə çevrilə bilir və şəxslər həmin regionda dövrə vəsaitinin formalaşması, müdaxilə məhsulunun formalaşmasında, xidmətin formalaşmasında rol oynaya bilir. Yəni bu istiqamətdə xüsusi çəkiyə malikdir. Yəni belə demək mümkündürsə, buna biz sadəcə bir nəfərin məşğulluğunun təmin olunması kimi baxmırıq. Bu eyni zamanda həmin şəxs özü bir əlavə iqtisadi dəyər yaradır. Təbii, tam doğru toxunursunuz. Həm də əlavə olaraq işə götürənə çevrilə bilir. Gələcəkdə və səhv eləmirəmsə işə götürənə çevriləcəyi təqdirdə bizim ona əlavə dəstək layihələrimiz də olur. Bəli, bəli. Özünü məşğulluq proqramından belə deyək də verilən aktivlərdə istiqamətlər hansılardır və hansı meyarlara əsasən seçilir? Bax, nəyə görə biz deyirik ki, bu zərflər bu regionda vacibdir və bunun əvvəldən təhlili necə aparılır? Bax, ümumiyyətlə biz nəticə etibarilə bu qərara necə gəlirik? Ümumiyyətlə, özünü məşğulluq istiqaməti üzrə bugün baxdıqda, hal-hazırda aktiv zərflərimizin mahiyyətinə baxdıqda, biz 4 kənd təsərrüfatı istiqaməti üzrə 28 istehsal xidmət üzrə aktiv zərflərimiz var. Bu 28 istehsal xidmətdən 23 sabit zərflərimizdir, 5 zərflərimiz isə pivot zərflərimizdir. Ümumilikdə isə 32 zərfimiz var. Bunu ölkə ərazisində və xüsusilə də böyük qayıdış çərçivəsində baxdıqda necə tənzimləyirik? Biz daha çox baxırıq coğrafi məntiqə, yəni coğrafiyada daha çox regionun hansı potensialı var? Bəli, regionun potensialına coğrafi baxımdan hansı zərf daha çox orada səmərə ola bilər. Bir bu məqama baxırıq. Əlavə olaraq şəxslərin məşğulluğunun təmin olunmasında köç əhalinin günlük zəruri hesab edilən fəaliyyət istiqaməti üzrə lazım olan zərflər istiqaməti üzrə müraciətləri dəyərləndiririk. Bundan başqa əsas prinsipial məsələlərimizdən biri də ondan ibarətdir ki, həmin köç olan ərazidə həmin zərfin xüsusilə də istehsal xidmət sahəsi üzrə fəaliyyət istiqamətinin olaraq istifadə etmə şəraitinin olub-olmamasına baxılır. Bu istiqamət üzrə həmin regionun iqtisadi potensialı və iqtisadi səmərəliliyi də araşdırılaraq o istiqamət üzrə zərflərlə təmin olunur.
Heç şübhəsiz ki, vətəndaşlarımız tərəfindən, işsiz vətəndaşlar, iş axtaran vətəndaşlar tərəfindən ən çox müraciət olunan aktiv məşğulluq tədbirlərindən biridir. Bəs müraciət qaydaları haqqında elə tamaşaçılarımızla növbət dəfə bir dəfə belə məlumatlandırmış olaq. Müraciət qaydaları haqqında danışın və qeydiyyata alınma əsasən necə olur? Ümumi yanaşmanı deyim, ümumiyyətcə Dövlət Məşğulluq Agentliyi olaraq şəxslərin məşğulluğunun təmin edilməsi istiqaməti üzrə müraciətləri Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya da xidmət şöbələrinə və əlavə olaraq regionda dost mərkəzləri varsa, dost mərkəzlərinə məşğulun təmin olunması istiqamətində müraciət edirlər. Həmin şəxslərin fərdi məşğulluq istiqaməti üzrə məşğul imkanları qiymətləndirilir və şəxsə fərdi məşğul proqramı tərtib olunur. Şəxsin bilik və bacarığı, təcrübəsi, şəraiti, hansı ki, qanunvericilikdə əsasən göstərilir özünə məşğulluğa müraciət fəlsəfəsindən olaraq, həmin meyarlar uyğundursa, şəxsin fərdi məşğulluq proqramında bilavasitə özünə məşğulluq proqramı çıxır və özünə məşğulluq proqramı üzrə şəxsin yaralanma şəraiti yaradılır. Xüsusilə də köç ərazilərdə dediyimiz strukturlar olmadığı halda köç prosesinə, böyük qayıdış proseslərinə həyata keçirən regional məşğulluq filiallarımızın komandaları yerində şəxslərlə evlərində görüşlərək bu prosesi həyata keçirirlər. Əgər yox, yerdə həmin strukturlar varsa, əhali o strukturdan istifadə edə bilirsə, regional məşğulluq filiallarımız və xidmət şöbələrimizə o istiqamət üzrə xidmətlər göstərilir. Bəzən belə deyək də, işğaldan azad olunmuş ərazilərdə yox, digər ərazilərdə bu proses işsiz kimi qeydiyyata düşmüş vətəndaşın öz müraciətindən sonra onun məşğulluq imkanları qiymətləndirilir, fərdi məşğulluq proqramı hazırlanır və bu zaman ona özünə məşğulluq zərflərində tövsiyə oluna bilər, düzdür? Amma işğaldan azad olunmuş ərazilərdə bu dediyiniz məsələni bir qədər də genişləndirmək məqsədilə soruşuram. İşğaldan azad edilmiş ərazilərdə ümumiyyətlə böyük qayıdışda əsas prioritet elə bizim verilişin adından da olduğu kimi, bizim agentliyin yanaşmasından da olduğu kimi məşğulluqdan məskunlaşmaya. Burada artıq bizim əməkdaşlar bir-bir o daimi məskunlaşmanın əsas belə deyək ki, ana faktoru məşğulluq olduğuna görə bir-bir həm köçdən əvvəl və yaxud da köçdən sonra ailələrlə əlaqə saxlanılır. Onların müraciəti gözlənilmədən, doğru mu başa düşürəm? Doğrudur. Müraciətləri gözlənilmədən yoxlanılır və təhlil olunur. Onda belə çıxır ki, məhz o təhlillər əsasında sırf işğaldan azad olunmuş ərazilər üçün xüsusi bir məşğulluq istiqaməti, prioriteti müəyyənləşir. Bəli, doğru buyurursunuz. Bildiyimiz kimi böyük qayıdış çərçivəsində köçürülmüş əhali və ya köçürüləcək əhalinin dayanıqlığının təmin olunması üçün ən vacib məsələlərdən biri şəxslərin məşğulluğudur. Şəxslərin məşğulluğu istiqaməti üzrə qeyd verdiyiniz kimi bilavasitə həmin vətəndaşlarla görüşülür. Şəxslərin bilik və bacarığı, peşəsi, dayanıqlı məşğulun təmin edilməsi istiqaməti üzrə onlarla sorğular aparılır. Şəxslərdə işə düzəltmə potensialı varsa, həmin regiondakı vakansiya bankları üzrə işə düzəltməsi həyata keçirilir. Şəxslərdə özünə məşğulluq üzərindən meyarları, təcrübəsi, şəraiti uyğundursa, özünə məşğulluq istiqaməti üzrə həyata keçirilir. Şəxsin heç bir özünə məşğulluq və yaxud da işə düzəltmə üzərində bilik və bacarığı, peşəsi yoxdursa, peşə istiqaməti üzrə həyata keçirilir ki, ona hər hansı bir peşəni vətəndaşın istəyinə uyğun olaraq peşəni yiyələndirib regionda həmin istiqamət üzrə, peşə istiqaməti üzrə işə düzəltməsi həyata keçirilsin. Əsasən fəaliyyətimiz doğru buyurursunuz ki, o istiqamət üzrə həyata keçirilir. Pərvəz müəllim, hansı şəxslər özünə məşğulluq proqramına müraciət edə bilər? Bunu əslində biz dəfələrdən Dövlət Məşğulluq Agentliyinin bu kommunikasiya strategiyasında əsas belə deyək də xəttlərdən birini təşkil edir və vətəndaşlarımız bununla bağlı kifayət qədər məlumatlar ötürülür. Amma bir daha üzərinə qaydaq və çünki bəzi hallarda vətəndaşlar düşünür ki, işğaldan azad olmuş əraziyə köçürülən sakinlər üçün müəyyən imtiyazlar var. Yəni bir məşğulluq tədbirindən istifadə etmiş adam eyni zamanda ikinci məşğulluq tədbiri olaraq da özünə məşğulluğa müraciət edə bilərmi? Bax buna bir də aydınlıq gətirir. Qeyd verim ümumiyyətcə qanunvericiliyin tələbindən hansı şəxslər özünə məşğulluğa müraciət edə bilər? İşsiz və iş axtaran torpaq pay mülkiyyətçiləri şəxslər özünə məşğulluq istiqaməti üzrə müraciət hüququ var və müraciət edə bilər. Ümumiyyətlə isə müraciət olaraq bizim qeyd verdiyimiz kimi şəxs istiqaməti üzrə bir aktiv məşğulluq tədbirindən yararlanıbsa, digər aktiv məşğulluq tədbiri üzərinə yararlanmama
deyə bir tələbimiz yoxdur. Hə, qanunvericiliyin müəyyən tələbləri var. Müəyyən vaxt məhdudiyyəti var. Bəli, vaxt məhdudiyyətləri var və müəyyən tədbirlərimizlə paralel şəkildə müraciət etməmə hüququ məhdudiyyəti var. Belə ki, şəxs aktiv məşğul tədbir deyil, passiv məşğul tədbir olaraq şiirdən sığorta ödənişi aldığı halda həmin təyinat müddəti və aldığı müddət ərzində özünə məşğula müraciət edə bilməz. Yəni bu məhdudiyyət var. Lakin şəxs misal deyəm, peşə acılığına peşə üzərindən müraciət edibdir. Peşəsini bitirdikdən sonra işlə təmin olunmaq imkanı yaranmadıqdan sonra şəxs həmin peşə istiqaməti üzrə özünə məşğula müraciət edə bilər. Bildiyimiz kimi bizim əsas tərəflərimizdən biri özünə məşğul istiqaməti üzrə dəyərləndirdikdə vətəndaşımızı əsasən 2 amil nəzərə alınır. Əsasən bir, şəxsin bilik və bacarıq peşəsinin uyğunluğu. Çünki həmin zərfi verdikdən sonra həmin şəxs həmin biznes istiqaməti üzrə fəaliyyət göstərmək dayanıqlı bizim üçün önəmlidir. İkinci şəraiti. Artıq şəxs həmin peşəni bitiribsə, örnək verim dərzi. Dərzi peşəsi üzrə şəxs oxuyub peşəni bitiribdir. Lakin regionda iş olmadığı üçün və yaxud da hər hansı bir kriteriya görə işə düzələ bilmədiyi üçün şəxs rahat şəkildə özünə məşğul istiqamətinə müraciət edə bilər. Çünki bizim üçün vacib olan məqamlardan biri şəxs dərzini artıq bilir, şəraiti də uyğun olduqda halda həmin avadanlıq veriləndə işlətməyə yeri olduğu müddət ərzində biz həmin şəxsə üstünlük veririk. Ümumiyyətcə, üstünlüyə gəldikdə isə böyük qayıdış çərçivəsində biz özünə məşğul tədbiri istiqamətində baxdıqda böyük üstünlük veririk. Belə ki, yəni köçən əhalinin digərlərindən fərqli olaraq imtiyazları var. Bəli, imtiyazları var. Belə ki, ölkənin digər regionlarında özünə məşğul istiqamətli üzrə insanların müraciəti növbəlik prinsip əsasında həyata keçirilir və növbəlik prosesində həyata keçirilir. Lakin böyük qayıdış çərçivəsində şəxslərin məşğulun təmin edilməsi növbədən kənar həyata keçiririk. Belə ki, bildiyimiz kimi şəxslərin məşğulluğu önəmlidir bizim üçün. O şəxslərin özünə məşğul istiqamətinə müraciət etdiyi halda, dediyim ki, istiqamət uyğun olduğu halda, yəni şəraitin olması meyarlara uyğundursa, növbədən kənar şəxslərin məşğulluğu, özünə məşğul istiqaməti üzrə məşğulluğu təmin olunur. Belə başa düşdüm ki, o rayonlar, belə deyək, həmin ərazilər üçün kvota fərqlidir. Bəli, fərqlidir və sərbəstdir. Əsasən amil, çox vacib amil burada üçüncü məqamda toxunmaq istəyirəm. Biz həmin qayıdış çərçivəsində, istər bu şəhər olsun, istər rayon olsun, istər kənd olsun, hər bir şəhər üzərində iqtisadi əsaslı bir, ekonomik əsaslı bir təhlillər aparmışıq. Belə ki, bir əhali sayına uyğun iqtisadi dayanıqlığın təmin olunması üçün müəyyən kvotalar formalaşdırmışıq. Belə ki, əhalisi 1000 nəfər olduğu yerdə hər hansı bir zərf, tutaq ki, dərzi zərfinin və yaxud məmulatlar zərfinin müraciət meyarları mümkündür. Yəni, neçə nəfər müraciət etsə, neçə nəfəri qarşılaya bilərik. Çünki hər kəs bildiyiniz kimi dərzi istəsə, məmulatlar istəsə, biz hər kəs istəyəni qarşılaya bilmirik. Çünki qarşıladığımız halda iqtisadi əsasları bir-birinə rəqabət olacaq, bazar tutumu azalacaq və bir-birlərinə mane olacaqlar. Yəni, bir qədər sadə dildə izah eləsək, məsəl üçün, kiçik bir qəsəbiyə maksimum 2 bərbər kifayət eləyir. Biz ora 5 bərbər verib, onların da gəlirliyini aşağı salacaq, onlar üçün də maraqlı olmayacaq yetişdirmək. Tam doğrudur. Pərvizəm, minnətdaram, çox sağ olun, gəldiniz, suallarımızı cavablandırdınız. Hesab edirəm ki, tamaşaçılarımız xüsusilə də böyük qayıdış köç siyasətində olan vətəndaşlarımız üçün kifayət qədər maraqlı və səmərəli məlumatlar oldu. Minnətdaram. Təşəkkür edirəm, çox sağ olun. Hörmətli tamaşaçılar, bununla da böyük qayıdış, məşğulluqdan məskunlaşmaya verilişinin növbəti buraxılışının sonuna çatdıq. Gələn görüşlərə dək. Hələlik.